Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxarmışam satışa. 3 otaq. 45.500 manat. Verdin, bu evi verdim sənə. Oldu nə? Gəllə mənə. Bu evin sizə bir dənə də qırmızı ayı tapmışam. Evin sizə payda özü ana baladılar. Bir dənə də balası var yanında. Görürsüz? Qırmızı. Bu da nə rəngdir? Pəmbə. Zəhra demişəm, pəmbə. Həqiqətən qəşəng bir evdir, pis ev deyil. Qazı var, suyu var, işığı var, mərkəzi kanalizasiyası var. Hamısı var. Hökməli Qobyonda Ağbazarın arxasında. Ağbazardan bura olardı 150-200 metr. Olar, olmaz. Yəni bunu da mən sizə deyim. 45.500 manatdır nəqd qiyməti. Kredit söhbəti yoxdur. Qazı, suyu, işığı hamısı var şoçilər. Sənədəki təzə bələdiyyədir. Yəni sizə bu başdan deyim. Bax burada geniş belə bir ham zaldır, ham mətbəxdir. Bunu da mən sizə izah edeyim. İstəsəz əgər bax bu mətbəximiz. Bunu buradan bölürsüz belə. Böldünüz, düzdür? Böləndən sonra altda enli mətbəx, bir dənə də geniş zalımız. Yəni koridoru da var. İndi orada çıxanda görəcəksiniz. Hamam samuzellər hamısı ordadır. Yəni bura qaçışacaqlığı yoxdur. Geniş belə bir qəşəng zalımız. Kimlərdə ev satmaq üçün müraciət eləyə bilər dostlar. Qəşəng bir evlər. Çıxardın satışa, gələk çəkək tez satar dostlar. Burada da geniş belə bir yataq otağımız var. Çox genişdir. Həqiqətən də pis ev deyil. Yəni qəşəng bir evdir, cütdaşdır. Bugünkü gün bu qiymətlə belə bir ev həqiqətən də yəni Hökməli Qobyonda Ağbazarın arxasında yoxdur. Burada da geniş belə bir yenə yataq otağımızdır. Cütdaşdır, pəncərələrin qabağı hamısı açıqdır. Qiymət əla bir qiymətdir. Bugünkü gün satışda belə bir ev yoxdur. 45.500 manatdır evin qiyməti. Burada da bax belə bir ayaqqabı çıxarmağa yerimiz var. Burada da hamam samuzelimizdir. Mən biraz desən çox danışdım. Çıxaq çölünü də göstərək. Baxın, bu da çöl görünüşü. Həqiqətən pis ev deyil, qəşəng bir evdir. Qiymətini görə də yenə dediyim kimi əla bir qiymət. Paket şifirdir də, yəni qəşəng bir evdir. Bugünkü gün bu qiymətlə belə bir ev həqiqətən də yoxdur. Sən onun paket şifrini gördülər, yoxsa elə görməyiblər? Yoxsa elə nə qədər qaçdın gəldin bura? Bax, qəşəng bir evdir, həqiqətən. Qiymətinə görə də əla bir qiymətdir. Düz buradan baxıram, Ağbazar görünür. Yəni bugünkü gün bu qiymətlə belə bir ev yoxdur. Bunun bir dənə pis nöqtəsi nədir? Həyəti maşın girmir də. Həyəti ancaq qapısının ağzına qoyursan, bax ev yiyəsi qapının ağzına maşını saxlayıb. Yəni bugünkü gün bu qiymətlə belə bir ev yoxdur dostlar. Sağ olun.